sözler var idi. Ben sənətkaram, mən brilyantam dürlü dünyada. Ben Profesör Vüqar Əhmədə dedim ki, mən brilyantam. Xalq artisti Afaq Bəşirqızı ötən gün 70 illik yubileyini paytaxt restoranlarının birində təntənəli şəkildə qeyd edib. Bununla bağlı sənətçi və dostları Instagram hesabında paylaşım edib. Afaq Bəşirqızının ad günündə ailə üzvləri, dostları və bir çox sənət adamı iştirak edib. Budur, əziz sənətkarımız, evin sevimli Afaq Bəşirqızı adlı dəyəri bizimlə bir yerdədir. Gününüz mübarək sənətkar. Qeyd ki, xalq artistinin 70 yaşı avqustun 15-də tamam olub, həm də evliliyinin 45 ili qeyd edilib. Xatırladaq ki, Prezident İlham Əliyev Afaq Bəşirqızını Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə şərəf ordeni ilə təltif etmişdi. Hər ikimiz Əhməd bəy, Afaq xanım, söz vermişəm 90 yaşında al qırmızı paltarda gələcəm. Təbrik edirəm, 100 yaşa. Bütün ürək sözlərinin ürəyimdə. Amma bu da deyəndə qarşılarda olsun. Yaxşıdır ki, mənim anamsan. Hər şey görə çox sağ ol.